Salam dəyərli izləyicilər. Riyaziyyat fən müsabiqələrinə hazırlaşan 6-cı siniflər üçün riyaziyyat sınağı paylaşacağam. Bismillah, başlayaq. Birinci sual, üçbucağın birinci tərəfi 18-dir. Üçbucaq çəkək bir dənə. Üçbucağın birinci tərəfi 18-dir. İkinci tərəfi isə bundan 8 cm qısadır. 18-dən 8 cm qısa 10 cm-dir. Bu üçbucağın perimetrini ala biləcək ən kiçik natural qiymət neçə olur? Bura x yazıram. Biz bilirik ki, üçbucaq qaydasına görə iki tərəfin fərqi ilə cəminin arasında yerləşməlidir. Bu ədəd. 18-dən 10 çıxanda 8, x kiçikdir 18-dən 28. Yəni 8 ilə 28-in arasında istənilən bir ədədi seçə bilərəm. Amma bizə verilmiş şərtdə deyir ki, ala biləcək ən kiçik natural qiymət. Ən kiçik dediyinə görə biz də burada bu x-in ala biləcəyi ən kiçik natural qiyməti götürəcək. Yəni burada x neçə ola bilər? Ən kiçik 9 ola bilər. X-in yerinə 9 qoysaq, perimetrin, üçbucağın perimetrini tapmaq üçün 18 plus 10 üstə gəlinsin x. Burada da 28 plus x-imiz də neçə? 9, 37 cm. Növbəti sualımız 3 ardıcıl natural ədədin hasili 270-dir. Bu ədədlərdən biri 15-dir. 3 dənə natural ədəddən söhbət gedir. A vur, B vur 15. Çünki biri 15-dir. Ona görə mən 15 yazdım. 270-dir. O zaman A vur B-ni biz ilk öncə tapaq. 270-i böləcəyik 15-ə. A vurulsun B bərabərdir. Bir dəfə 128 dəfə. A vur B 18-dir. Digər iki ədədin cəmi ən çox neçə ola bilər? Olar. Bir sual ola bilər ki, bizə düşsün ki, cəmi ən çox neçə ola bilər? Bir də soruşa bilər ki, cəmi ən kiçik neçə ola bilər? Ən kiçik dediyinə görə ən yaxın ədədləri götürürük, amma ən çox neçə dediyinə görə ən uzaq rəqəmlər. Hansı ən uzaq rəqəmlərdir ki, biz bunları bir-birinə vuranda 18 edir. Əlbəttə ki, 1 ilə 18. 19. Bəzən burada şahidlər 9-2 falan götürürlər. Yəni olmaz. Ən yaxın ədədləri götürsəz, cəm ən kiçik olacaq. Desəydik cəm ən kiçik neçə olar? Əlbəttə ki, mən burada ən yaxın ədədlər bir-birinə vuranda 18 eləyən 3 və 6-dır. Yəni cəm 9 olardı ən kiçik halda. Ən yaxşı halda isə ən çox neçə ola bilər? 19 ola bilər əlbəttə ki. Burada 4 var, ona da baxaq. 3 rəqəmli 3 natural ədədin cəmi 400-ə bərabərdir. Birinci ədəd bu cəmin 45%-nə bərabərdir. Cəmin. Baxın. 3 natural ədədin cəmi 400-dür. Və birinci ədəd bu cəmin, birinci ədədi tapmaq üçün, bir yazırıq bura. 400-ün mən 45%-ni tapmam lazımdır. Çünki deyir ki, 45%-nə bərabərdir birinci ədəd. 0-dan 2-ni silsək, 4 5-in 20, 4 4-ün 16. Birinci ədədim 180-dir. O zaman birinci ədəd, ikinci ədəd ən çox neçə ola bilər deyir. Baxın, mən 400-dən çıxacam 180-i, birinci ədəd çıxacam. Mənə qalır 220. Və deyir ki, ikinci ən çox neçə ola bilər? Baxın, burada 3 rəqəmli dediyi üçün mən ən kiçik 3 rəqəmli ədədi çıxacam 220-dən. Yəni 100-ü çıxacam, qalır 120. Deməli, bizim ən çox neçə ola bilər ədədimiz? 120 ola bilər. Burada diqqətli olun bu suallarda. İndi bu sınavda ola bilər ki, Hasan forması düşsün. Amma yəni bunun mürəkkəb formaları olur. Nə zaman olur? Rəqəmləri müxtəlifdir. O zaman diqqət etməmiz lazımdır. 5-ci suala baxsaq. Müəllim lövhəyə ədədi ortası 45 olan 6 dəyərli natural ədəd yazır. Baxın, bəzən bu suallar düşür. Yəni 6 natural deyir, 100 deyir, 120 deyir, 200 deyir. Bunlar çalışın bu formada yazın. Normalda A1, bu kiçik olduğuna görə A2 plus A3, A4, A5, A6 yaza bilərəm. Amma ən yaxşısı indekslərini yazsaq, fərqli dəyişənlərdən istifadə eləməsək daha yaxşı olar. Belə məsləhətdir yazmağınız. Baxın, ən sonuncu ədədin indeksi 6. 6 ədəd olduğuna görə mən 6-ya böləndə 45 eləyir. Zaten mən A1 plus A2 plus nöqtə nöqtə ən nəhayət plus A6-nı tapmaq üçün 6-nı 45-ə vurmam lazımdır. 6 5-ində 30, 6 4-ün 24, 270. 270 edir. Deyir, o sonra bu ədədlərdən birini silir. Deyir ki, 6-nı silir və qalan ədədlərin ədədi ortası 42. Fərqi yoxdur. İstənilən ədədi silmək üçün siz özünüzü çaşdırmamaq üçün çalışın sondakını silin də. A6-nı silsək əgər, bizə qalan nə olacaq? Üstə gəlsən A5 olacaq. Və 5 olduğuna görə mən 5-ə böləcəm. Və bunun ədədi ortası olacaq 42. Tamam. A1 topla A2 topla A5 tapmaq üçün 5-i 42-yə vuracam. Bu da eləyir 210.
Bizə soruşulan oldu ki, buna görə müəllimin sildiyi ədəd hansıdır? Əlbəttə ki, bayaq hamısını cəmi 270 eləmişdi. İndi 5 dənəsini cəmi 210 eləyir. Biz çıxsaq 60 alarıq. Deməli, mənim sildiyim ədəd 60 imiş. Bax, bunları mütləq şəkildə indeksinə yazmağınızı tövsiyə edirəm. Çünki bu suallar, belə deyim də sizə, bəzən olur 100 ədədin notası, öz olimpiadalarda iştirak edən şagirdlər görərlər bunu. Yəni, bəzən olmur 6, 5, 10, 15. 100 olur, 20 olur, 30 olur. Məsləhətdir ki, belə yazacaqsınız və burada zaman itirməyəsiniz. Həm də 3-cü tur bilirsiniz, açıq sualların ibarət olacağına görə belə yazmağınız məsləhətdir ki, zaman və yer baxımından qısa olsun. Hesablayın. Bu tip onluq kəsirləri hesablamaq üçün ən sadə yol. Biz demişik dəfələrlə bu sınaqlarda. Kəsirə baxıram, ən çox vergüldən sonra olan məxrəci olduğuna görə məxrəcdə 2 dənə rəqəm varsa vergüldən sonra. Burada amma bir dənə var. Burada bir dənə 0 yazsam bərabərləşərmi? Bəli. Bərabərləşdirəcəyik hamısını yəni. Burada 3 dənə var, burada 2 dənə var. Bir dənə də 0 yazıram. Bərabər olur? Bəli. Burada 2 dənə var, zaten burada da 2 dənə var. Ehtiyac yoxdur, bərabərdir. Vergülü ataq. 20 qaldı, burada 8 qaldı, üstə gəlsin. Burada 240 qaldı, burada 15 qaldı. Çıxılsın 18, burada qaldı 12. İxtisarlara başlasaq, bərabərdir. Biz zaten bunu ixtisar eləsəm bu 4-də 5 deməkdir. 4-ə böldük. Üstə gəlsin. 240-ı 15-ə böləndə 8, 16. Çıxılsın. Bunu da ixtisar eləsək, 3-ə ixtisar eləsək 4-də 6 qalır. 4-də 5 çıxılsın 4-də 6. 16-nı yazaq ilk öncə. Bu da eləyir mənfi 4-də 1. Biz harası səhv elədik deyəsən. Burada 20 yazıq 8. 4-ə böldük 5. 4-ə böldük. Üzr istəyirəm. Burada səhv yazmışıq. 2 eləyir bunun məxrəci. Üstə gəlsin 16. Çıxılsın. 18-i biz 3-ə böldük 6. Birbaşa bunu da ixtisar eləyək. 6-ya ixtisar eləyək. Ən yaxşısı birbaşa yazaq. Bura qalır 2, bura qalır 3. 2-də 5-dən 2-də 3 çıxdığımız zaman üstə gəlsin. 2-də 2 eləyir. O da 2-də 2 1 deməkdir. 16 üstə də 1 gəldiyimiz zaman 17 almış olarıq. 6-cı suala baxırıq. Və bu suallar haqqında deyim, niyə geniş izah verirəm? Bu sınaq imtahanı olduğu üçün, yəni buna uyğun suallar sizin qarşınıza çıxacaq. Çalışın ki, burada çıxmaya mütləq diqqət eləyin. Yəni müəllim hər zaman suallar salarkən, yəni diqqət eləsəniz, hər biri çıxma və yaxud da hər biri üstə gəlmə olmur. Yəni çıxma olur ki, çünki çıxma bəzən bizi yanılda bilər. Amma tam diqqətlə yazsınız, əlbəttə ki, yanıltmaya bilər. MN 2 rəqəmli ədədin rəqəmləri cəminin 5 misli olarsa. Tamam, MN 2 rəqəmli ədədi bərabərdir rəqəmlərin cəminin 5 mislidir. O zaman biz buradan tapaq. MN açılışı nə deməkdir? 10M üstə gəlsin N. Bərabərdir 5M toplansın 5N-ə. Belə deyək, M-ləri bir tərəfə, N-ləri bir tərəfə yıxsaq. 10M. 5M müsbətdir. Bu tərəfə gələndə çıxılsın 5M. 5N müsbətdir. N sağ tərəf içində minus N. 5M bərabərdir 4N-ə. K ilə ifadə eləsək, M 4K-dır. N isə 5K-dır. Əlbəttə ki, bu 2 rəqəmlər də olduğu üçün mən K-ya 2 verə bilmərəm. K-ya 2 versəm N olacaq 10. 2 rəqəmlər rəqəm olmalıdır axı, bu 2 rəqəmli olmalı deyil. O zaman K-ya ən yaxşı 1 verirəm. K 1 olduğu zaman, ortaya yazaq ki, hər ikisinə aiddir. K 1 olduğu zaman 4 vur 1, 4. 5 vur 1, 5 olur. 2 rəqəmli ədədin rəqəmləri cəminin neçə, 2 rəqəmli ədədi rəqəmləri cəminin neçə misli olar? 2 rəqəmli ədədi əlbəttə ki, yazsaq, biz fikir ver, diqqətli olun, NM-dir. NM nə deməkdir? Yəni 45. Deyir ki, rəqəmləri cəminin, yəni 4 ilə mən 5-i toplayıb neçəyə vursam, 45 eləyir. Əlbəttə ki, 5. Rəqəmləri cəminin 5 misli olacaq. Bu qədər. Növbəti sualımız. Görünsün. Deyir ki, rəqəmləri cəmi 10 olan 2 rəqəmli natural ədədi 54% artırdıqda. Rəqəmlərinin cəmi 10 olan 2 rəqəmli natural ədəd var. AB yazıram. Və yaxud da ki, A plus B bərabərdir 10. Tamam. 54% artırdıqda AB üstə gəlsin 54. Alınan ədəd əvvəlki ədədin rəqəmlərinin yerlərini dəyişdirməsi ilə alınan ədədə bərabər olur. Rəqəmlərin yerini dəyişsə, onda BA-ya bərabər olur. Demək istəyir. Əvvəlki ədədin rəqəmlərin hasilini tapın. Tamam, okey, tapaq. Bunun açılışını yenə yazsaq. Yəni, təhlik 10-luq olduğuna görə 10-luq A-dır. 10 vura. Üstə gəlsin təhliyimiz. Üstə gəlsin 54. Bunun da açılışı 10B toplansın A-dır. Yenə də biz A-ları bir tərəfə, B-ləri bir tərəfə yıxsaq. 10 A-dan A çıxırıq.
üstə gəl 54. Bunu alt-alta göstərəcəm sizə, bu formada da göstərəcəm. Bərabərdir 10b-dən də b çıxır. B müsbətli sağ tərəf kimi mənfi olur. 9a üstə gəl 54 bərabərdir 9b. Tamam, bu 9a-nı da bu tərəfə atsaq, 9b çıxılsın 9a bərabərdir nəyə? 54. Çünki mən niyə 54 atmadım? Mənfi olacaq, ona görə. Rahat olsun işimiz. O zaman b çıxılsın a nəyə bərabərdir? 54'ü biz 9'a bölsək və 9 mötərizə xaricdən çıxartmaq, yəni bu şəkildə mötərizəni tapmaq üçün hasili məlum vurğa böləcəm. B minusa 6'dır. Tamam, gəldik bura. A plus B 10 idisə, B minus A 6'dır. O zaman A'nı da B'ni də tapa bilərik. Tərəf-tərəfə toplasaq, baxın A üstə mənfi A, əlbəttə ki, neçə eləyəcək? 0 eləyəcək də, eyniyyətlərdir, biri müsbət, biri mənfidir. B üstə B 2B, 10 üstə 6 16, B də bərabərdir 8. B 8'dir. 8 üstə nə gəlsəm 10 eləyər. Yəni A-nın üstünə mən 8 gələndə 10 eləyirsə, demək A da 2-dir, əlbəttə ki. Əvvəlki ədədin rəqəmlərinin hasilini tapın. Əvvəlki ədədim AB deyildimi? O zaman 28 olacaq. 28'in də rəqəmləri hasili 2. Bunu da ayıraq ki, sərgəli olsun. 2 vur 8, 16 olacaq. Bu şəkildə göstərə bilərik. Və bunu istəsəz bu şəkildə də yazıb tapa bilərdiniz. İndi mən buna yazıb siləcəm. Baxın, burada bu hissəyə baxsanız, bu hissəni mən alt-alta yazacağım. Necə alt-alta? Yəni BA-dan AB-ni çıxan da 54 eləyir. Düzdür? Bu şəkildə də baxa bilərik zaten bizə. Çünki A plus B-nin cəmin 10 verir. Bu şəkildə də fikirləşib tapa bilərsiniz. Amma ən yaxşı olar ki, ilə yolla yazmağınız məsləhətdir. Onu silək buradan. Dedik ki, ilk 4 müxtəlif sadə ədəd cədvəldəki xanalara yazılır. İlk müxtəlif 4 sadə ədəd biz bilirik ki, 2-dir, 3-dür, 5-dir və 7-dir. Diaqramlar üzrə ədədlərin hasili ayrı-ayrı hesab. Alınan hasillərin fərqi ən çox neçə olar? Fərqi deyir, ən çox neçə olar? Baxın, ən çox olması üçün ən kiçik olanları götürəcəm. 2 üçün 6-nı götürməliyəm. Bir də mən bura ən böyük olması üçün 5-7 yaza bilərəm. 5-7'ni də 35 eləyir. 5 vur 7 də 35 elədiyinə görə, baxın, diaqral istiqamətində vurdum bunları. 35'dən də 6 çıxanda 29. Niyə bu sual düşür? Deyərsiniz, sadə sualdır. Sadəcə imtahan abu-havasında olar zaman şahidlər bəzən biri götürür. Çünki bir nə sadə, nə mürəkkəb ədəddir. Yəni biri götürmək olmaz, diqqətli olmaq lazımdır. Növbəti sualımız. 18 ədədini aşağıdakıların hansına bölsək, nəticə 18-dən böyük olar. Diqqət etsək, 18-i əgər biz kəsrə bölürüksə, ümumiyyətlə ədədi biz kəsrə bölürüksə, kəsir mütləq düzgün olan kəsir olsa daha böyük ədəd alınacaq. Çünki sürət məxrəcdən kiçik olmalı ki, mənim cavabım böyük olsun. Çünki bölürəm. Vursam amma tərsinədir. Bu 2-də 3 düzgün olmayan, 3-də 4 düzgün olmayan, 9-da 10 düzgün olmayan ən axırıncısı da cavabdır. 18-i bölürük 3-də 2-yə. Yəni 18 vurulsun 2-də 3-ə 27. Amma bunların hamısını, digər hansınasa bölsəm, cavab mütləq bunlardan kiçik olacaq. Cavab oldu 3-də 2. Növbəti sualımız A sıfırdan böyükdür, müsbət ədəddir deyə xatırlayaq. Bir rəqəmdir, okey. 9 vurulsun A plus 6'nın kvadratı bərabərdir 4, 7, 6, B. Baxın, burada vurulan hasil. Bu deməli, bu mənim 4760 neçəsə bir ədədin 9'a bölünməli. 9'a bölünmə əlaməti biz bilirik ki, rəqəmlərin cəmi olmalıdır. 6 plus B. 17 B 1 olduğu halda bölünə bilər. O zaman 9 vurulsun A plus 6'nın kvadratı bərabərdir 4761'ə. A plus 6'nın da kvadratı bərabərdir. Biz 4761'i 9'a böləcəyik. A plus 6'nın kvadratı bərabərdir. Baxaq. 9'a böləndə 47'nin içində 9 4 dəfə 30 5 dəfə daha doğrusu üzr istəyirəm 5 dəfə 5 9'un 45 26'nı 9'a bölsək 2 dəfə 70 neçə elədi? 81. 81'i 9'a böldüyümüz zaman 9 alarıq. 529. A plus 6 nəyin kvadratıdır? Yəni 529 nəyin kvadratıdır? Kvadratik şəkildə göstərsək bunu kvadrat yazacağım. Niyə? Deyəcəm. 529 biz bilirik ki 23'ün kvadratıdır. Üstləri bərabərsə deməli əsaslar da bərabərdir. O zaman A plus 6 həm müsbət 23'ə bərabər ola bilər, həm də A plus 6 mənfi 23'ə bərabər ola bilər. A olur burada
23-dən 6 çıxsaq 17. Burada A olur -29. 2 dənə qiymət. Amma bizə şərt verilmişdi. A sıfırdan böyük qiymətini istəyirdi bizdən. A olur 17. Və A plus B-ni istəyir əlbəttə ki 17 üstə gəlinsin. Buradan yazırıq. A plus B-ni istəyirdi. A-nı 17 tapmışam. B-ni 1 tapmışam. 18. Cavabımız 18 olacaq. Diqqətli olaq. Çünki niyə? Belə deyək də yazıram. Niyə? A-nın kvadratı bərabər 4-ə. Mən bilirəm ki, -2-nin də kvadratı 4 eləyir. Müsbət 2-nin də kvadratı 4 eləyir. Yəni kök almadır bu. Yəni bunu mütləq şagird bilməlidir, hər bir şagird. Çünki burada şərt qoymasa müəllim, biz həm mənfi, həm müsbət qiymətinə baxmalıyıq. Yəni bu tip suallar çıxa bilər qarşımıza, diqqətli olaq. Hər hansı bir ədədin kvadratı nəyəsə bərabərdirsə, onun həm mənfi, həm müsbət qiymətini götürürük. Növbəti sualımız 9. Kvadratın tərəfini 3 cm azalsaq, perimetri 20 cm olar. Kvadrat çəkirik bir dənə. Kvadratın tərəfi 3 cm azaltsaq. Deyək ki, A-dır kvadratın tərəfi. A-nı 3 cm azaldanda, kvadratın perimetri normalda A olanda 4-adır. Ümumiyyətlə 4-ə vurmalıyam tərəfini. O zaman mən buranı 4-ə vuranda 20 eləyir. A minus 3 eləyir 5. A da bərabərdir 8. Əvvəlki kvadratın sahəsi nə qədər olar? Kvadratın sahəsi də A kvadrat olduğuna görə 8-in kvadratı 64. C variantı. İki qardaşın yaşları uyğun olaraq 1,5 və 2,4 düz mütənasib. Düz dediyi üçün, baxın uşaqlar, 1,5 mən düzgün olmayan kəsrə çevirirəm. 5-də 8K və 2,4 də həmçinin 4-də 2,8, 4-də 9K-dır. Düz mütənasib deyir. Tərs idi 8-ə 5K olacaqdı və 9-a 4K olacaqdı. Natural ədəddir. Bu iki qardaşın yaşlarının cəmi 100-dən kiçikdir. Okay, yazıram. Bərabərçilik mövzusuna aid bir sualdır. 4-də 9K. 100-dən kiçikdir. Orta məqsədi gətirə bilərsiniz, amma yaxşı olar ki, hər tərəfi 5 və 4, yəni itsin deyə, məxrəc itsin deyə müəyyən bir ədədə vurmaq lazım. Bu müəyyən ədəd dediyimdə bu bərabərçilik olsun, tənli olsun, fərq eləmir. Eyni ədədə vurub eyni ədədə bölə bilərəm. Eyni ədəd çıxa bilərəm, eyni ədəd toplaya bilərəm. Eyni ədəddən söhbət gedir. Yəni mən buranı 20-yə vuraram, bu tərəfi də 20-yə vuraram. Buranı xətt şəkil qarışmasın. Aha, 20-ni 5-də 8-ə vurduğumuz zaman 4 8-in 32K üstə gəlsin. 45K kiçikdir 100, 100'ü 20'ye vuranda birbaşa yazaq 2000 32 üstənsin 45 eləyir 77K kiçikdir 200 2000-dən. K-nı da tapmaq üçün mən 2000-i böləcəm 77-yə. K da kiçikdir. Tez bölsək, burada mən bölüm yazaq bura 2000 böl 77. 25 tam nə qədər edir? Nə qədər mənə önəmli deyil. Sadəcə ümumiyyətlə imtahanda düşsə, yəni axırına qədər getməyin. Getsəz ən azı verdikdən sonra 5 dənə rəqəm tapasınız və bu da bizə sərf eləmir, vaxt itirir. Sadəcə siz 20 bərabərçilik zaten. 25 nə qədərdən kiçik ədəd, tam ədəd kimdir? Əlbəttə ki 25-dir. K-nı 25 qiymətini götürəcək. Onların yaşları fərqi neçə olar? Yaşların fərqini istəyir. Bu hissədən yazacağım yerləşmədiyi üçün. Yəni hansı idi? 5-də 8K çıxılsın 4-də 9K. Daha doğrusu bunu bir tərəf böylən kiçik çıxaq ki, rahat olsun. Belə problem yoxdur, amma böylən kiçik çıxsa daha yaxşı olar. 5-də 8K. Orta məxrəc bunlara 20-dir. Buranı vuracam 5-ə, buranı da vuracam 4-ə. 45K çıxılsın 4 8-in 32K bərabərdir 20-də 8, o da 5, 13K. 20-də 13K. K-da 25-dir. Yerinə qoysaq 20-də 13K vurulsun 25. Ayrı-ayrı tapıb çıxa bilərdik, amma yəni belə də çıxa bilərik. Problem yoxdur. 5-ə getdi 4 dəfə, 5-ə gedir 5 dəfə. Biz burada neysə qarışdırmaq ki 5 9-un 45K, 4 8-in 32, 8 5 13K. Bir daha baxaq. 20-ni vurduq 5-də 8-ə 4, ixtisar getdi. Burada qaldı 4, 4 8-in 32. 20-ni 4-də 9-a vuranda 4 20-də daha doğrusu 5 5 9-un 45K. Kiçikdir 20-də 100-ə vuranda 2000 45 32 77K kiçikdir 2000-dən. K kiçikdir 2000-i 77-yə böldü 25 tam. Nə qədər düşdü? Biz də dedik ki 25-dən tam nə qədərdən kiçik ədəd 25 götürəcəyik. Biz burada neysə yanlış yazdıq.
Biz burada cavab ala bilmədiyimiz üçün biz burada yazasını tapmışıq da k 25-dən kiçik olması lazımdır. 25-dən kiçik natural ədəd biz bunu 24 də götürsək olmayacaq. Çünki məxrəc 5 ilə 4-dür də. Yəni 5 ilə 4-ə bölünən bir ədəd olmalıdır. Ən yaxşı halda 20 olur. 20 götürsək, 20 yerinə qoysaq, 20-lər getdi, qalır 13. Yaşlar fərqi 13 qalır. Bunu onda belə çıxır ki, ədədi də çevirib hesablaya bilərik. Elə. Bunu silim, bir dənə də qaydası. Başqa yolunu göstərim sizə. Böyle deyək. Bu hissəni yox. Neyse silək. Baxın, biz almışdıq normalda 5-də 9K. Düzdür? O birisini almışdıq 4-də 8K. Biz bunları 20-yə vurarıq. 20-yə vurduğumuz zaman 5-də 9K-nı eləyir 32K. Bunu da biz 20-ni də vururuq 4-də 8K-ya. 4 9-un daha doğrusu səhv yazıq. 20-ni 5-də 4-ə vuranda 4 4 9-un 36K. 20-ni 4-də 8-ə vuranda 5 5 8-in 40K. Burada 9-dur. Üzr istəyirəm, burada 9-dur, səhv yazmışam. Eləyir 45K. Bura 8-dir. Bura düzəldək. Bura eləyir 32K. Deməli sən 32K ilə 45K-nın 100-dən kiçik olan, bəlkə 20-yə vurduğumuza görə 100-də 2-yə vururuq, 2000. Belə yaza bilər, bəlkə kəsr kimi də yaza bilər, fərqi yoxdur. 77K kiçikdir 2000-dən, K da kiçikdir 25 tam neçədən. Və sənin K-nın bu natural ədədə çevirən bir ədəd olmalıdır. Yəni 5-də 9 ilə 5-də 8-dən daha doğrusu 4-də 9. Natural çevirən ədəd 25-dən kiçik, 25 tam nə qədərdən daha doğrusu kiçik ədəd ən yaxşı halda 20 olur. Cavab olur 13. Yəni 20-də dediyim 4-də 9K çıxılsın 5-də 8K, bu da eləyir 20-də 13K. Zaten bayaq biz K-nı tapmışdıq, K-nı 20 tapmışdıq, 20-də 13 vurulsun 20, 20-lər getdi, qalır 13. Cavab olur 13. Növbəti sual baxırıq. Bu tip suallar natural ədədlərdə də, nisbətlərdə də qabağıca çıxır, hər yerdə çıxır qabağıca. Bu dəfə çoxluqlar şəklində çıxıb, diqqət etmemiz lazımdır. İlk öncə, bax bunun əmsalı 1-dir, xatırladım ki, burada 2-dir əmsal, burada 3-dür. Yəni 1-ə, 2-yə və 3-ə həmən əkop tapmanızı məsləhət görürəm. O da eləyir 6. 6 ilə dedikdən sonra mən birinci, yəni A-nın B-dən fərqlisini tapıramsa, n, yəni sayın. 6-nı bölürəm bunun əmsalına. 1-ə eləyir 6K. Deməli, bura 6K-dır. Növbəti A ilə B-nin kəsişməsinin sayını axtarıramsa əgər mən 6 deyil əkobum. Əkobumu bölürəm A ilə B-nin kəsişməsinin əmsalına. Yəni 2-yə 3K. Və ən nəhayət n B-də olub A-da olmayanların sayını tapmaq üçün də 6-nı bölürəm əmsalına 3-ə, yəni. O da eləyir 2K. Ən rahat yolu budur. Və Venn diaqramından mütləq istifadə eləyin. Yəni ki, qarışdırmayın nələrsə. İndi baxaq. A-nın B-dən fərqlisi 6K-dır. Yəni A-da olub B-də olmayan 6K. Yazın bura 6K. A ilə B-nin kəsişməsi 3K-dır. Buraya yazım 3K. B-də olub A-da olmayanda 2K-dır. Və biz bilirik ki, bunların birləşməsi 22-dir. Yəni 6K toplansın 3K toplansın 2K bərabərdir 22. 11K bərabərdir 22. K da bərabərdir 2. K-nı 2 tapılıb bizə nə istəyir? B çoxluğun elementləri. B çoxluğun elementləri, yəni B-nin elementləri görürsünüz ki, neçədir? 5K-dır. O zaman 3K toplansın 2K bizə B çoxluğun elementlərinin sayını verir. B çoxluğun elementlərinin sayı bərabərdir 5K-ya. 5-də vururuq 2-yə eləyir 10. Düzgün cavab olacaq 10. Tənliyi həll edin. Bayaq dediyim sual kimidir bu sualda. Yenə də deyirəm, bu tip sualları məxrəci aradan götürmək lazımdır. Bu tip sualları yazarkən. Məxrəci aradan götürmək, yəni nə etmək? Hər tərəfi 3-ün 4-ün əkobuna vurmaq. Hətta burada yazıram 3-ün 4-ün, orası neçədir? 2-nin əkobu. Biz bilirik ki, 12-dir. Hər tərəfi 12-yə vurmam lazımdır. Yəni buranı da 12-yə vuracam və bu hissəni də 12-yə vuracam. Olacaq necə? 12 vurulsun 3'də x plus 2 çıxılsın 12 vurulsun 6. 12 vurulsun 4'də x minus 2 və burada çıxma var. Diqqətli olmamız lazımdır. 2'də x plus 5. 12'ni 3'ə ixtisar eləsək biz 4 qalır. 4 vurulsun x üzərinə gəlsin 2 çıxılsın. 12'ni 6'ya vuranda 72 bərabərdir. 4 ilə bunu ixtisar eləsək 3 vurulsun. Niyə mötərizədə yazıram? Yazmağınızı tövsiyə edirəm. Həm vurub açanda diqqətli olun, həm də burada mənfi var. Ona görə diqqətli olmalı. Mötərizə mütləq qoyulmalıdır. Bu hissədə xüsusən 6. 6 vurulsun x plus 5. Mötərizələ vurub açsam
4x plus 4 8 çıxılsın 72 bərabərdir 3x minus 6 minus mənfi 6-nı x-ə vuranda mənfi 6x, mənfi 6-nı müsbət 5-ə vuranda mənfi 30. Yine x-ları bir tərəfə yığaq, ədədləri, dəyişənləri bir tərəfə, ədədləri bir tərəfə. 4x. Bura 3x-dan zaten 6x çıxanda mənfi 3x qalır. Bu da bu tərəfə gələndə müsbət 3x olacaq. Burada kim qaldı? Mənfi 6, mənfi 30, mənfi 36 eləyir. Baxın, altına xətt çəkirəm ki, görəsiniz. Mənfi 72, bu da müsbət 8 olduğumuz zaman bu da 66 eləyir. Sağ tərəfə atanda müsbət 66 eləyir. Deməli, 72, 66, sağ tərəfə atdıq müsbət 66. 3x, 4x, bu da 3x. Bizə verir neçəni? 7x bərabərdir. Mənfi 36, müsbət 66 elədi 30. Harca yanlış yazdıq. Baxaq. 12-ni vuran 4 vurulsun x plus 2, 12 vurulsun 6, 12 vurulsun x minus 2 də 4, 12 vurulsun x plus 5 də 2. Tamam. 4x plus 8 minus 72, 3x minus 6, burada da mənfi 6x minus 6 5'in 30, bura qədər düz yazmışıq. Belə də bura qalsın. Baxarıq görək hara səhv eləmişik. Bu hissə qalsın. 4x müsbət 8, o da mənfi 72. Neçə eləyir bizə verir? Mənfi 66. 64 üzr istəyirəm. Hə, burada səhv yazmışıq. Bura 64. Gördük burada. 64. Hən 36 çıxdığımız zaman da neçə qalacaq? 28. O zaman x da bərabərdir 4-ə. X da 4 oldu. Növbəti sual. 14-cü suala baxırıq. Əbob A plus 3, 24 A plus 3'ü veribsə əgər bizə, yəni əbobda biz bilirik ki, əgər A ədədi məsələn B ədədinə bölünürsə, bizdə onda əbobu olur onun, B olur, bölən, əkobu isə olur, nə? Bölünən olur. Qaydanı unutmayın. Yəni A olur. Burada da belə çıxır ki, 24 A plus 3'ə bölünür ki, bunun A plus 3 olub da, yəni bölən A plus 3'dür. A-nın natural qiymətlərini cəmini tapın deyir. 24'ün bölənləri olmalıdır. 24'ün bölənləri kimdir? 24'ün bölənləri biz bilirik ki, 24'ü sadə vurlarına ayırsaq, 2'nin kubu vur 3 eləyir. 24'ün böləni 4 vurulsun 2, 8 dənə natural böləni var 20'nin. Amma bizə A-nın natural qiymətlərini istədiyi üçün cəmini tapın deyir. Yəni A-ya mən neçə verirəm ki, 24'ün bölənlərini ödəsin? A-ya 1 verdikdə ödəyirmi? Bəli, ödəyir. 4 olur. 24 4'ə bölünür. Biz A-ya 3 verdiyimiz zaman ödəyir. Biz A-ya verək 5 versək ödəyir. Bunları qoymayaq ki, toplayacaq zaten. 1 üstə gəlsin, 3 üstə gəlsin, 5 üstə gəlsin. Biz A-ya 9 verdiyimiz zaman ödəyir. Biz 9, bir də qaldı ki, bir də qaldı 21 verdiyimiz zaman ödəyir. Bunların da cəmi, çünki A-nın natural qiymətlərini dediyinə görə mən normalda biz tapdıq ki, 8-ə natural böləni var. Əslində mənfi 2 verəndə də ödəyir. Mənfi 1 verəndə də ödəyir. Amma onların A-nın natural qiymətlərini istədiyinə görə bu qədər. Yəni 5 dənə böləni müsbətdir, 3 dənəsi mənfidir. A-nın 24'ün. Yəni mənfilər verəndə ödəyir onları. Bunların da cəmini tapsaq 4, o da ki 5, 9, 39. Cavab olacaq 39. A-nın natural qiymətlərinin cəmi olacaq 39. Yadımızdan çıxan nəsə qalmadı ki, xeyr qalmadı. 17-ci sual. Ləmanın kitablarının qiyməti. Ləman var, bir də Rəna var. Ləmanın kitablarının qiyməti. Rənanın kitablarının qiymətindən 50% ucuzdur. Ləman 100 olanda bu ne olur? 50. Ümumi 100 götürəndə. Baxırıq. İndi deyir ki, Ləmanın kitablarının qiyməti neçə faiz bahadır? Rənanın kitablarının qiyməti Ləmanın kitablarının qiymətindən neçə faiz bahadır? Okay. Əgər bu 50'si 100%dirsə, onda bizim bu 100'ümüz neçə faiz olar? X faiz olar. O zaman 100 vurulsun 100 bölünsün 50. Bu deyilir 200. Bizden sorsaydı neçə faizidir? Deyəcəkdi 200 faizidir. Normalda bu ədədim 100'dür. Bu da olub 200. 100 200'dən nə qədər çoxdur? Nə qədər bahadır? 200'dən də 100 çıxmamız lazımdır. Burada şahidlər 200 götürürlər. Yəni 200 götürməyin. Hədisi ki, Ləmanın kitabının qiyməti neçə faizidir? Onda 200 faiz götürmək olardı. Amma burada deyir neçə faiz bahadır. Faiz məsələləri deyirdi. Deyirdi ki, 6 dəfə artıranda ədədi neçə faiz çox olur? 100 götürürdük, 6 dəfə artırırdıq 600. 600'dən 100 çıxırdıq 500. Deməli aradakı fərqə baxırdıq. Aradakı fərq də burada 100 olduğuna görə 100'ü götürəcəyik.
Faizli ilə ən mükəmməl ədəd 100 üzərindən hesablamaq daha yaxşıdır. A və B tam ədədlərdir. Görə B-ni ala biləcək qiymətləri tapın. Birinci mən A-nın ala biləcəyi qiymətləri tapım. 1 kiçikdir A-dan, o da kiçikdir deyək ki 5-dən. A ala bilər, burada 4-ü alar, 3-ü alar, 2-ni alar, vəsə. B-ni ala biləcəyi qiymətlər də 1 ilə biz bilirik ki 5-in arasındadır. 1 ilə 5-in arasındadır. Burada B-yə biz A-nın yerinə 2 qoysaq. Bərabərsinə görə B-nin ala biləcəyi müxtəlif qiymətlərin cəmini istəyir bizdən sadəcə. Hansı qiymətləri ala bilər. Əgər biz A-ya bu qiymətlər alır da, A-ya bu qiymətləri versə, onda nə olur? 2 qoysaq yerinə də, yəni A-nın 2 qoysaq yerinə, o zaman biz B-dən 2 çıxaq. Görə ödəyirmü, yoxsa ödəmirmi? Normalda 2 bu tərəfi ödəyir. B-yə 2 dediyimiz zaman bu 3 olmalıdır ki, yox, 4 ola bilməz, 5 ola bilər. 5 olduğu zaman 5-dən 2 çıxanda 3 eləyir, ödəyir 5 olanda. 2 qiymətində, yəni A-nın buraya yazaq 2 olanda, A2 olanda yoxlayırıq. Başqa 6 olanda da ödəyir, 7 olanda ödəmir, çünki 5 olacaq. Yəni B burada aldı, 2 dənə qiymət aldı. Biri oldu 5, biri oldu 6. Növbəti 2 qiymətindən istifadə elədik, 3 qiymətindən istifadə eləsək, kiçikdir, B çıxılsın 3, kiçikdir 5-dən. Burada da B-yə biz 6 verənməliyik, çünki 3-dən böyük deyil. 7 verməliyik, 7-dən 3 çıxanda 4 qalır. 7-dən 8 verəndə isə 5 5-dən kiçik olmur. Ona görə burada 7 qiymətini götürdük. A-nın 3 qiymətini yoxladıq. A-nın ən nəhayət 4 qiymətini yoxlayırıq. B çıxılsın 4 kiçikdir 5-dən. Burada gördüyümüz kimi ən yaxşı halda biz buna 8 verərsək alınmır. 7 verərsək əgər 7-dən 4 çıxanda qalır 3. 3 4-dən böyük deyil, ödəmir. 8 verəndə 4 4-dən böyükdür. 9 verəndə ödəmir. Çünki 4 ilə belə deyək də 4 ilə 5-in arasında onsuz ki bir ödəyən natural ədəd yoxdur. Bu olmayacaq. Burada heç bir şey olmayacaq. Burada da əslində 3 ilə 5-in arasında bir dənə ədəd var. Yəni 4-dür. 4 olması üçün 7 olması lazımdır. Bunu da cəmli istəyirdi. 5 toplansın 6 toplansın 7. O da bərabərdir 18. 4 il əvvəlki yaşlarının nisbəti 2K, 3K'dır. Olan 2 qardaş indiki yaşları 3, 4 nisbətindədirsə, buna görə kiçik qardaşın indiki yaşı neçədir? Baxın, əvvəl dediyi üçün, yəni mən ya 3K'dan da çıxa bilərəm 4-ü, ala bilərəm bunu və yaxud da ki bu şəkildə də yaza bilərik. O zaman 3K'dan mən 4-ü çıxsam, 2K'nı almam lazımdır və yaxud da ki bunu belə də yaza bilərik. 4K'dan mən 4-ü çıxsam, 3K'nı ala bilərəm. Hər halda hər iki bərabərçilikdə burada da K'nı tapsam, K olur neçə 4. Burada da K'nı tapsam, burada da yenə K4 olur. Buna görə kiçik qardaşın indiki yaşı neçədir? 4 il əvvəlki yaşları budur. İndiki yaşlarda 3, 4 olduğuna görə 3K. 4K olduğuna görə hansını soruşur? Kiçik. Kiçik də 3'dür. 3 vurulsun 4, 12. Cavab B variantı. 19-cu suala baxırıq. 3 qardaşın pul qoyub aldıqları 3 qardaş var. Bu böyük olsun, bu ortancıl olsun, bu da kiçik olsun. Pul qoyub top aldı. Ortancıl qardaş o birilərinin qoyduğu pulun yarısı qədər, kiçik qardaş o birilərinin qoyduğu pulun 1/3 qədər, böyük qardaş isə 10 manat. Böyük qardaş 10 manat. Bu olsun 10 manat qoyub. Bu kiçik qardaş buna A desək, onda ortancıl qardaş deyir o birilərinin qoyduğu pulun yarısı qədər. O zaman 10 topla A-nın yarısı qədər qoyub. Kiçik qardaş isə kiçik qardaş, yəni A-dan söhbət gedir. A nəyə bərabərdir deyir. 1/3 qədər qoyub o biri qardaşların qoyduqları pulların, yəni 1 ilə 2-nin 1 10'dur. O birisi də 10 plus A böl 2'dir. Bunların qoyduğu pulun 1/3 qədər qoyub. Biz bu 3'ü çarpaz bu tərəfə vura bilərik. Onda 3A ya da hər tərəfə 3'ə vura bilərik. 3A bərabərdir. Orta məxrəci gətirsək 2-də 20 plus 10 plus A-ya. 3A belə bunu da çarpaz vuraq bu tərəfə. 2-ni 3'ə vuranda 6A. Baxın bu tərəfdə vurdum. Biz fərqli də göstərə bilərik. Belə vaxtımız çox gedir. Ona görə birbaşa yazıram. Bunda zaten məxrəci birisi 1-dir. Biri bura vuruldu. Bir şey dəyişmir. Bərabərdir. 20 üstəlik 10. 30 üstə gəlinsin A. 5A bərabərdir 30-a. A da bərabərdir 6-ya. Nə istəyir bizdən? Hansını istəyir? Ümumi qiymətini istəyir. O zaman tamam A6 oldu. Deməli, birinci qardaş zaten bilirik ki 10'dur. 10 üstə gəlsin. İkinci qardaş bura 10 yerinə qoysaq, hesablasaq. 10 üstə gəlsin 6 böl 2, 8. Deməli, bunun da 8 imiş. 8. Üzərinə gəlsin. A da zaten 6'da 6. 24. Ümumi topun qiyməti oldu 24 manat. Növbəti sual 22-ci sual. Naturallərin ən kiçik ortaq bölünəni 1200'dür.
Ən kiçik ortaq bölünən sadə vurgulara ayıraq. 2-nin kubu vur. 3, 80-i də yazarıq. 2 üstü 4 vur. Neçə? 5. N var, bir də N ədədi var. Baxın, əkyob tapanda ümumiyyətlə də, yəni biz çalışırıq ki, kitabdakı biraz fərqli qaydalardan da fərqli qaydalarla deyək. Ümumiyyətlə əkyob tapanda ən yaxşı hal odur ki, ən böyüyü götürürük. Hal-hazırda görsənən gözə 80-dir. 2 üstü 4 vur 5. Birinci ədədə baxıram. Birinci ədəddə kim çatmır? 2-dən 4 dənədir. Burada 3 dənədir. Ehtiyac yoxdur. Burada vur 5. Burada 3 yoxdur. 3-ə vurmalıyam mən mütləq. Bu da eləyir hələ ki 240 eləyir. Mən 240-ı nəyə vursam, bir A ədədinə vursam, 1200, çünki bunların əkyobu 1200-dür də. Onda A da bərabərdir 0,720-24-ə böləndə A 5-dir. A-nı 5 tapdıq. Deməli bizim bu M-də, N-də bir dənə 5-imiz olmalıdır. Və xatırladım ki, burada 5-imiz olduğuna görə mən məcbur burada 5-in kvadratı yazacağam. Niyə? Çünki 5 yazsam zaten 5 var axı, onu götürməyəcəkdim. N-də 1 götürürəm də. Demirəm kiçiyini tap, mən N-də 1 götürürəm. N 1 olsun. Fərqi yoxdur. M-i 1 götürüb o birisinin 5-in kvadratını yaza bilərik. Amma ikisinə də 5-5 yazım, elə şey yoxdur. Çünki ikisində də 5-5 olduğuna görə götürməyəcəm. Hər bir vurğuya baxıram, sayın çoxalanı götürürük. Bizə də bir dənə 5 lazımdır. 5-in kvadratını məcbur yazmalıyıq. Ona görə də bu olur 25 və yaxud da ki bu 1 və yaxud da tərsinə də ola bilər. Bunların cəmini istəyir 25 toplansın 1, 26. Yəni hasili də görə də yaza bilərik, hasili 25 olan. Düz bir məftilin ucundan 3/1, digərindən isə 4/1 götürülür. Bu suallarda tapın ki, məxrəcləri əkyob tapın yazın. Normalda 12 götürsək, 12-nin 4/1 eləyir 3, 7, 7 çıxanda 5 qalır, 5 bölünmür. Normalda bu 3 ilə 4-ə əkyob 12-dir, amma 12 götürsəm mən 7 onda 5-i böləndə 2, 2 onda 5 eləyir, o da bizə sərf eləmir. O görə buna 22-yə vuraq, 24x deyək məftilin ümumi uzunluğuna. Yenə deyirəm, ən rahatı budur. Yəni elə götürsək biz özümüzü onluq kəsini hesablamaq vaxt itirəcək. 24 olmasa da 2-yə vurmaq lazımdır, amma 24 olacaq. Mən niyə olacaq? 24x yazdım. 8x-ə götürsən yazdı zaten eyni cavab alacaqsan. Keç məftilin 4/1-ini kəs, 3/1-ini kəs. 3/1-ini kəsəndə 24-ün 3/1 8x edir. Buradan 8-ini kəsdim. Buradan neçəsini kəsdim? 4/1. Yəni 6x-ını da buradan kəsdim. Normalda bunun ortası 24-ün yarısı eləyir 12x. 3 sm yer dəyişdirir. Çox buradan kəsdiyimə görə bu tərəfə keçərdi. Buradan bura 3 sm yer dəyişir. 3 sm. 3 yazıram, elə santimetrə ehtiyac yoxdur. Baxırıq. Normalda nə qədər məftilim qaldı mənim buradan bura? 6-sını kəsmişəm, buradan da 8-ini kəsmişəm. Yəni 14-ünü kəsmişəm. 24x-dan 14x çıxdığım zaman qalır 10x. 10x-i da 2-yə böləndə 5x. Mənim mərkəzim 5x olması lazımdır. Yəni bura 5x olmalıdır. Və diqqət etsək, buradan bura nə qədərdir? 4x-dir da. Deməli buradan burada nə qədər olmalıdır bu hissə? Bir dənə x gəlsəm eləyərdi. Buradan da bura 6x-dir zaten. Buradan da bura yenə də baxıram ki 4x-dir da 10 olması üçün. 10 olmalıdır axı mənim bu orta nöqtəm. 5 daha doğrusu 12-yə böləndə. Burada x hər iki halda. Burada baxa bilərik bura. Mən elə sol tərəfə baxmışıq, elə sol tərəfə də baxaq. Deməli buradan bura x-dir. Aha, ümumi parçada 24-dür. Deməli 24-də x-da x 3 olan ədəd kimdir? Yəni 24-də 1 hissəsi 3 olan ədəd tapacağam. O da əlbəttə ki 72-dir. 3-ü 24-də vuranda 72 cəbəndir. Baxırıq, 3 kamazdan birincisinin yükünün 4/1 hissəsi götürülüb ikinci kamaza yüklədilər. Bunu yazaq. Baxaq, deməli birinci kamaz, bu olsun ikinci kamaz, bu da olsun üçüncü kamaz. Basadan götürə bilər. Bir rum rəqəmlərlə yazaq. 3. Deməli, belə işdə. 3 kamazdan birincinin yükünün, bu olsun A, bu yüklər biraz qarşılıqdır. Məcbur mən dəyişənləri fərqli yazacağam. ABC yazıram. Deyək ki, birincisinin yükünün 4/1 hissəsini götürdük. A çıxılsın 4/1 A. Nə qədər qalır? 4/3 A. Bu belə. İkinci kamaza yüklədilər. İkinci kamaza yüklədilər. Onda B üstə gəlsin 4/1 A. 4/1 A bundan çıxdan 4/1 A üstünə gəlmək lazım. Çünki bu birisini yüklədib. 4/4B plus A. Okey. Daha sonra ikinci kamazın 3/1 hissəsi götürüldü. Yəni mən bundan 3/1'sini çıxanda, yəni bunun özünün 3/1'ini çıxmalıyam. Amma 4B plus A-da 4-ün 3/1'ini çıxmalıyam ki, mən burada C-ni tapam. Buna 3'ü biraz buradan yazaq ki, bunu yerləşsin. Bu olur onda, bunu elə mən 3'ə vurum ki, ortaq məxrəc olsun da 12-də 12B plus 3A çıxılsın 12-də 4B plus A. Bunu da sadələşdirsəm neyəcək? 12-də 12B'dən 4B çıxanda 8B. 3A'dan A çıxanda burada çıxma var. Çünki mənfi müsbətlərində mənfi olacaq. Müsbət 2A. Hər tərəfdə 2'yə bölünürmü? Bəli, bölünür. O zaman bölüm.
6. Burada qalır neçə? 4b plus a. Birinci kamazın yükü bu oldu. İkinci kamazın yükü bu oldu. Və burada nə qədər götürmüşdük? 3də 1'in götürüb bura qoymuşduq. Yəni C üstə gəlinsin. İkinci kamazın yükü nə qədər idi? 4b plus a-nı bölünsün 4'ün. Yəni 3də 1'in. Bunu da 3də 1'in götürdü. 3də 1'in zaten buna belə da 3də 1 vurulsun. Bu da neçə eləyir? C üstə gəlinsin 12'də 4b plus a. Yəni 3də 1'in götürmüşdüm həmin yükün. Bu değildi. Bunun 3də 1'i eləyir 4b plus a da bölünsün 12. Üçüncü kamaza yükləmişdim. Sonra nə deyir? Ən sonda hər bir kamaza yükün miqdarı 12 ton olduğuna görə başlanğıcdakı ikinci kamaza neçədir? Yəni B-ni istəyir də bizdən belə çıxır ki, B-ni tap. Ən sadəsi bura yuxarıdır. 4də 3 A bərabərdir 12 yazaram. A da bərabərdir 16. Düzdür? A-nı 16 tapdıq. A-nın yerinə 16 qoysaq, zaten burada da 12 olur. Burada da bərabər olur, 12 olur. Onda 4B üstə gəl A böl 6 bərabərdir 12'yə. 4B üstə gəlsin A bərabərdir 72'yə. A neçədir? A 16. Üstə gəlsin 16 bərabərdir 72'yə. 4B bərabərdir 72'dən 16 çıxacaq. 56. B də bərabərdir 56'nı 4'ə böləndə 14. Bizim B-ni istəyir də ikinci kamaza nə? 14. Növbəti sual. Olursa A böləcəyini tapın. Yəni bunu belə parçalayaq. Mən belə parçalayacağam. Normalda mən bunu toplasam yenə də 11 eləyir də. C ortaq məxrəcdir. A plus B olur. Birisini də parçalasam B-də B üstə gəlinsin. C bölünsün B-də 8'də 9. Zaten bu B-də B 1 deməkdir. 1 üstə gəlinsin B-də C bərabərdir 8'də 9'a. C bölünsün B-də bərabərdir 8'də 9'u. Tam 1 çıxanda, yəni 8'də 8 çıxanda 8'də 1 qalır hər halda. Amma burada fikir ver B bölü C var. O zaman mən burada B bölü C-də tərsini yazacağım da əlbəttə ki 1'də 8. O zaman A bölünsün C üstə gəlsin 1'də 8 bərabərdir 11'ə. A bölünsün C bərabərdir 11. Zaten 1'də 8 8 deməkdir. 3 qalır. C bölü A-nı istəsəydi 3'də 1, amma elə bizdən A bölü C-ni istəyir, o da eləyir 3. Burada bu sualımız qalıb, yaddan çıxıb. Bunu yazaq. A sıfırdan böyükdür, B də böyükdür, A plus C. Mən hər zaman deyirəm, bizim məktəb proqramına uyğun olmadığına görə olimpiyada mütləq fərqli, yəni bir müəyyən siniflərin metodlarını öyrətmək lazımdır, qaydalarını öyrətmək lazımdır aşağı siniflərə. Deyir ki, aşağıdan hansı hər zaman doğrudur. Mən bunu tərəf-tərəfə vura bilərəm, toplaya bilərəm, çıxa bilərəm. Yəni bunun 4 qaydası var. Toplama vurma asan, amma bölmədə, çıxmada çarpaz olur. Biz bunu tərəf-tərəfə toplasaq, nə olacaq? A toplansın B böyükdür. 0 üstə gəlsin A plus C. O zaman A plus B böyükdür. 0 üstə gəlir zaten A plus C. Hər tərəfdə A-lar var. Atdıq, yəni hər tərəfdən açıqdır. B böyükdür C. Cavab varmı? Yoxdursa vuraq. Var. Çıxsaq amma normalda A-dan A minus A çıxılsın A plus C-ni çıxacaqdım. 0'dan da B-ni çıxacaqdıq. O tipdə də yaza bilərdik. Amma cavab olduğuna görə elə burada mən toplaya tərəfləri tapdıq. Tərəf-tərəfə topladıq daha doğrusu. Və ən nəhayət, ən sonuncu sual. Bir masanın üzərində X sayda qələm var. Arif var, adamların adını yazaq. Onu buranı silək ki, burada rahat göstərək. Orada yer azdır. Kim var? Arif var. Sonra kim var? Bu qələmin yarısını götürdü. Deyək ki, X umumidir. Yarısını götürəndə X bölü 2. Sonra ki, Murad isə qalan qələmlərin 3də 1'ini götürdü. Murad, yəni X-dan çıxıram nəyi? 2də X-i. O da eləyir zaten 2də 1 X eləyir də. 2də 1 X-in 3də 1'ini alır. Bu da eləyir 6da 1 X-ın da bu aldım. Bunun aldığı buradadır zaten. Yerdə qalanları isə Fərid aldım. Fəriddə ümumi qələmdən çıxaram ki, Arif ilə bunu götürdüyü qələmlərin sayı. 2də 1 X üstə gəlsin 6da 1 X. X-dan çıxarıq 6'da bu eləyir 6'ya gətirəndə buranı 3'ə vururam. 3 üstə 1 6'da 4 X eləyir. 6'da 4 X-dan 6'da 4 X çıxanda X-da birbaşa yerdə yazacaq burada. Bu kimidir? Fərid. Fərid də olacaq. 6'da 4 ilə 3'də 2 deməkdir. 3'də 3'dən də 3'də 2 çıxanda 3'də 1 X. Bunda da 3'də 1 X oldu. Nə istəyir bizə? Arif və Arifin payı ilə Muradın payının cəmi. Arifin payı ilə Muradın payının cəmi. 2də 1 X üstə gəlsin 6'da 1 X. Bunu yenə də 3'ə vurarıq. Bu neçə eləyir? 6'da 4 X. Aha. Bütün qələmlərin sayına nisbətini tapın. Yəni bütün qələmlərin sayı X-də. Bir hissə də götürüb yaza bilərdi bunu. Fərqi yoxdur belə. 6'da 4 3'də 2 deməkdir. X surətdədir xatırladan. Vurulsun, bölmə vurma olur. Zaten məxrəc yerini dəyişir. X-lar gedəndə qalır neçə? 3'də 2.
Arifin payı ilə Muradın payı cəminin bütün. Amma bütün qələmlərin sayını bunlara nisbət olsaydı 2-də 3 götürəcəkdik. Düzdür, 2-də 3 cavabı yoxdur. Amma belə də ola bilərdi, çaşdırıcı da ola bilərdi. Aha, suallarımız bitdi bu qədər. 25 sual olacaq. Yəqin ki, məlumatınız da var. Hər sual fərqli balla qiymətləndirəcək ikinci turda. Hər birinizə uğurlar, sağ olun.